Təbii ki, Erkin müəllimin o iddiası ki, yəni o bəli, həqiqətən də misal üçün təsiri o qədərdir ki, misal üçün 1.5-dirsə və sən uşaq pulunu verirsənsə həmin ölkələrdə, o 2.1 olmur və 2.1-dən də yüksək olmur. Yəni əslində məsəl üçün deyək ki, minimum 1.5-dirsə, maksimum 2.1-dirsə və Maksimum deyil, yəni ən az istədiyinizdir. Məsələn, o deyək ki, 1.5-dən 1.8-ə qalxırsa, əlbəttə ki, bu da təsiri göstərən bir göstəricidir. Bəli. Çünki yeganə dövlətin edə biləcəyi yeganə o deyil də. Məsəl üçün o həmin o Nordik ölkələr yoxdur, İsveç və Norveç üçün. Orada məsələn başqa araşdırmalar da var. Orada məsələn parental leave, ata və ana övladı olanda işdən bir müddət ayrılırlar, uşağa baxırlar. Məsəl üçün araşdırmalar göstərir ki, onların təsiri daha çoxdur o ölkələr üçün. Aydındır? Yəni belə deyim də, işdən kənar uşaqlara vaxt ayırıb qayğısına qalma vaxtı çoxalırsa, onların uşaq sahibi olma istəkləri də o paraleldə artmış olur. Artır, bəli. Və əgər dövlət bu ikisini bir yerə gətirərsə, yenə də artırır o doğuş oranını. Yenə də 2.1-ə çatmaya bilər. Mən bu ilə razıyam. Çünki orada mənə görə də indi onu başqa yerdə müzakirə eləyərik. O mədəni amillər, insanların misal üçün həyatını uşaqlarına həsr etməsi məsələləri. Həyat tərzi də belə deyim. Modern həyat tərzi, bəli, başqa amillər var ki, həmin o səviyyənin qalxmasını istər-istəməz öz təsirini göstərir. Mütləq ki, onlar da olmalıdır mənə görə də. Amma bu demək deyil ki, uşaq pulunun təsiri yoxdur. İndi sən bunu gətirsən Azərbaycan kontekstinə, ki, Azərbaycan kontekstində liberal o individuallıq, ki, uşağım olmasın, həyatımı yaşayım, bu ideyalar Norveçdəki kimi deyil. Okay? O zaman Azərbaycana təsir etməsinin ehtimalı çox daha yüksəkdir. Yəni çox yaxşı əslində izah edirsən. Məsələn, bu hər tərəfcə bilinən deyil də. Məsəl üçün bu iddianı edənlər haqlı ola bilərlər özlərində və yaxud buna qarşı çıxanlar da onlar bir tərəfdən çıxış edirlər. Məsəl üçün bir cəmiyyətin digər sənin qeyd etdiyin kimi, məsəl üçün liberallıq kimi o digər təsirləri hesaba qatmadığından dolayı sanki bir döngü üzərində belə dönürlər. Bəli, haqlı tərəfləri var, amma bunlar kompleks şəkildə, necə deyərlər, dəyərləndirilib, nəticə çıxarılmalıdır ki, sonradan, necə deyərlər, bu məsələyə bir, necə deyim, yatırım olunacaqsa, investisiya olunacaqsa, bəlkə də ifadəm doğru deyil, yəni uşaq pulu veriləcəksə, digər amillər də nəzərə alınmalıdır ki, həmin o feilin və yaxud o icraatın bir nəticəsi olsun, müsbət nəticəsi olsun. Bəli. Maraqlı söhbətimiz oldu. Bəli. Özəlliklə, yəni bu Erkin müəllimin dediyində, başa düşürsən, o sən dediyin məsələ var ki, biz gərək bir çoxsunu ələ alaq, o heç, o ilə razılaşdıq. Amma Erkin müəllim ümumiyyətlə, yəni uşaq pulunun təsiri yoxdur deməsi biraz yəni yanlışdır. Çünki gördüyümüz kimi araşdırmalar göstərir ki, ya qısa müddətli təsiri var, ya uzun müddətli. Yəni desən ki, orada müxtəlif fikirlər var, müxtəlif araşdırmalar var. Bunu məqbul saymaq olar. Amma yoxdur, bağladıq. Belə deyil. Bu düzdür, bizim mövzumuzla bəlkə də birə-bir əlaqəli deyil. Amma bəzən biz görürük ki, bu tərz çıxışlar bilmirəm nədən qaynaqlanır. Orada çox ümumi fikirlər səsləndirilir. Ümumi fikrə də izləyici baxanda xüsusi arxa planda qaldığına görə ümumi fikri əsas alır. Bəli. Amma detallar orada bilmirəm niyə, bilərəkdən bilməyərəkdən səsləndirilmədiyinə görə İnsanlarda fərqli bir, necə deyərlər, anlayış yaranır ki, bəli, səbəb buymuş. Doğrudur və yanlışdır, bu başqa məsələ. Qalanını özümüz müzakirə edirik. Bəli.